Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Deməli biz monitorinq 4-cü siniflərin monitorinq imtahanının C variantının izahını çəkmişdik. Çox saylı xahişləri, istəkləri nəzərə alaraq A variantında izahını çəkməyi qərarı aldıq. Deməli vaxt itirmədən keçək izahlara. Bir də onu deyim ki, mətnlər fərqli mətnlərdir. Bədii mətndə, informativ mətndə tamamilə fərqli mətndir. Və indi söz tanıma, ilk 3 sual yenə söz tanımadır. Şəkillər veriblər, onların cavablarını veriblər. Burada çox rahat suallardır. Burada xəritədir. Doğru cavab xəritədir. Daha sonra qutudur. C variantı, bir də qayçı. Düşünürəm ki, bunu bütün şagirdlər doğru yazacaqlar. Deməli, mətn emular haqqındadır. Emu bir quş növüdür. Dəvə quşuya bənzər. Ondan nisbətən kiçik ölçülü uça bilməyən quş növüdür. Mətni oxuduqdan sonra sualları cavablandırmaq olur. Deməli, baxaq 4-cü mətnə. Mətnə əsasən hansı fikir doğrudur? Emular dünyanın ən böyük quşlarıdır. Yanlış. Dəvə quşlar emulardan daha böyükdür ölçülərinə görə. Mətndə bu arada məlumat var. Emular uçmasa da daha çox sürətlə qaça bilirlər. Bu doğru fikirdir. Emular susuzluğa dözümlü deyillər. Yanlış fikirdir. Mətndə onların susuzluğa dözümlü olduğu qeyd olunub. Emular yalnız otla qidalanır, yox, həşəratlarla da qidalana bildikləri mətndə qeyd olunub. Böyük emu döyüşü hansı səbəbdən baş vermişdi? Deməli, 32-ci ildə orada quraqlıq olur. Quraqlıq olandan sonra məcbur qida axtarmaq üçün, qida üçün əkin sahələrinə ziyan vurmağa başlayır emular. Bundan sonra yerli ordu ilə emular arasında döyüş baş verir. Doğru cavabımız burada C olacaq. Avstraliya ordusu emularla döyüşdə nə üçün məğlub oldu? Ona görə məğlub oldu ki, onlar tək hərəkət edirdilər və sürətlə çevik hərəkət edirdilər, gizlənirdilər, orada onları vura bilmirdi. Deməli, ordu emuların müdafiə bacarıqlarını görüb döyüşü dayandırdı. 4-cü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Deməli, emuların yaşayış tərzi bu yanlışdır. 4-cü abzasda quraqlıqdan, daha sonra emuların əkin sahəsinə hücumundan, ondan sonra qida uğrunda emularla yerli qoşunun arasında mübarizədən söhbət gedir və sonda insanlar emuları cəmi 1000 dənə emu öldürə bilirlər. Onları öldürə bilməyəcəklərini başa düşüb ordu geri çəkilir. Ona görə əsas burada söhbət qida uğrunda mübarizədən gedirdi. Sonuncu abzasın əsas məqsədi nədir? Aha. Deməli, sonuncu abzasda, yəni abzası oxuyanda orada qeyd olunur ki, Bakı Zooparkına gələrək orada da emular haqqında məlumat ala bilərsiniz. Bundan çıxış eləyərək baxaq suallara. Oxucuları Bakı Zooparkına getməyə məcbur etmək yanlışdır. Emuların bacarıqlarına görə dəvə quşundan üstün olmasını inandırmaq. Bu da yanlışdır. Oxucunu maraqlı quş növü haqqında daha çox məlumat əldə etməyə çağırmaq. Bəli, daha doğru variant C variantıdır. D-də nədir? İnsanları emuları qorumağa, onları qayğı ilə yanaşmağa səsləmək. Yəni, zooparkda quşa baxmağa getməklə onları qorumaq, qayğı göstərmək arasında elə böyük bir əlaqə yoxdur. Ona görə C variantı daha uyğundur həmin abzas, sonuncu abzas barədə. Mətndə, şəkildə, yəni heç birində olmayan məlumat hansıdır? Emuya Bakı Zooparkına rast gələ bilərsiniz. Bu doğru fikirdir. Emuların adətən tək yaşayır. Bu da şəkildə var. Emu yumurtasının rəngi tünd yaşıl. Bu da şəkildə qeyd olunub. Emular orta hesabla 10-12 il yaşayır. Bəli. Bu nə mətndə, nə də şəkildə qeyd olunmayıb. Qeyd olunmayanı bizdən istəyirdi. Şəkildə verilmiş məlumatlara əsasən doğru cavabı seçin. Deməli, şəkildə verilmiş məlumatlara qısaca baxaq ki, yaddaşımız təzələnsin. Deməli, şəkildə nə verib? Emu adətən tək yaşayır. Avstraliyada yaşayır. Yumurtası 800 qrama qədər, hündürlüyü 13 cm, tünd yaşıl rəngdədir. Sürəti də 50 km/saatdır. Dəvə quşu 10-50 quşdan ibarət sürülər halında yaşayır dəvə quşular. 70 km/saat sürətlə hərəkət edirlər. Afrikada yaşayırlar və 2 kiloqrama qədər yumurtanın ağırlığı 16 cm-də, hündürlüyü açıq yaşıl rəngdə də yumurtası olur. Deməli, bu məlumatlara əsasən cədvəldəki suallara baxmalıyıq. Deməli, A. Dəvə quşu Afrika qitəsində yaşayır. Bu doğru fikir. Dəvə quşu yumurtası rəngi tünd yaşıl olur, yox açıq yaşıl. Yanlış. Emu adətən sürü halında yaşayır. Yox, sürü halında yaşayan dəvə quşudur.
Emu saatda 70 km sürətlə gedir. Bu da dəvə quşudur. Cavabımız olacaq A. Mətnin 3-cü abzasına əsasən hansı nəticəyə gəlmək olar? Mətnin 3-cü abzasını oxusaq, belə bir nəticəyə gələrik ki, emular iqlim dəyişikliyinə qarşı dözümlüdürlər. Dəvəquşu və emuların ortaq xüsusiyyəti hansıdır? Bax, eyni sürətdə qaçırlar, yox, biri 50 qaçır, biri 70. Eyni ərazidə yaşayır, yox, biri Afrikada yaşayır, biri Avstraliyada. Yumurtalar eyni rəngdə olur. Biri tünd yaşıldır, biri açıq yaşıl. Eyni rəng sayılmır, uçmağı bacarmırlar. Hər iki quş uçmağı bacarmır. Böyük emu döyüşü haqqında hansı fikir yanlışdır? Bizə nə lazımdır? Yanlış. Döyüşdə Avstraliya ordusu emuları məğlub etdi. Xeyr, məğlub edə bilmədi. Yanlış cavab budur. 32-ci ildə baş verib, doğrudur. Emulara qarşı müharibə bir həftə davam etdi. Doğrudur. Döyüş nəticəsində ordu cəmi 1000 emu öldürə bildi. Bu da doğrudur. Böyük emu döyüşü nə ilə nəticələndi? Avstraliya ordusu məğlub olduğunu anlayıb döyüş dayandırdı. Döyüşdə emuların çoxu məhv oldu. Xeyr, çoxu məhv olmadı. Yanlışdır. Əkin sahələrində qida tükənənə qədər emular orada qaldı. Doğrudur. Avstraliyada emuların nəsli kəsildi. Yanlış. Demək, Avstraliya ordusu məğlub olduğunu anlayıb döyüş dayandırdı. Bəli, yəni onları məğlub edə bilmədiyini başa düşüb döyüş dayandırdı. 2, 3, cavabımız oldu A. Avstraliya ordusu 1932-ci ildəki məğlubiyyəti nəyi göstərdi? Emuların əhəlləşdirilmiş quşlar olduğu yanlış. Hökumətin hər cür mübarizəyə qalib gəldi. Xeyr, qalib gəlmədi. Hökumət fermerlərin emulara qarşı uğurlu plan qurduğu yanlış. İnsanların təbiətə tam nəzarət edə bilmədiyini. Bəli, biz buradan gördük ki, insanlar təbiətə tam şəkildə nəzarət edə bilmirlər. Emular əkin sahələrinə niyə hücum etdi? Çünki 32-ci ildə quraqlıq oldu. Emular qida tapmadılar, məcbur əkin sahələrinə hücum etməyə, zərər verməyə məcbur oldular qidalanmaq üçün. Aha, bədii mətnimiz bu qədər. Keçək informativ mətnə. Mətnimizin adı Nurayın gəlinci idi. Maraqlı bir mətindir. Mətnə əsasən sualları cavablandıraq. Baba Nuraya gəlinci aldı. Çünki Nurayın ad günü olacaqdı. Ona görə baba Nuraya ad günü aldı. Bu düşə bilən sual tiplərindən biridir 6-cı siniflərə. Baba ilə nəvə gəlinci nə üçün Alisa adlandırdı? Baba ilə nəvə gəlinci nə üçün Alisa adlandırdılar? Ona görə ki, Nurayın yaxın rəfiqəsinin adı idi. Xeyr. Nuray əvvəlki oyuncağının adı idi. Xeyr. Gəlinci istehsal edən şirkət onu belə ad vermişdi. Xeyr. Nurayın sevimli nal qəhrəmanının adı idi. Doğru. Nuray gəlinci harda itirdi? Oyun meydançasında. Sizcə baba mağazadan satıcı qıza nə pıçıldadı? Satıcı qıza qulağına nəsə deyir, satıcı qız da yox, qalmayıb deyir. Biz buradan bu nəticəyə gəlirik ki, yəqin ki, o soruşur ki, sizdə həmin gəlincikdən qalıbmı? Onu soruşur. Bunlar gəlinciyi itirirlər. İtirəndən sonra mağazaya geri qayıdırlar. Baba satıcının qulağına nəsə pıçıldayır. Yəni onu deyir ki, sizdə həmin gəlincikdən qalıbmı? Qız da deyir ki, yox, qalmayıb. Alisanın səyahət marşrutu hansı bənddə düzgün verilib? Deməli, Alisa məktub yazanlar birinci deyir, mən Gəncədəyəm. Sonra Şəkidə olduğunu vurğulayır. Sonra Şuşa, daha sonra da Naxçıvana gedəcəyini deyir. Cavabımız olur A. Alisa hansı şəhərdən göndərdiyi məktubunda oranın yerli əhalisi haqqında da yazır. Bəli, Şəkidən yazır ki, əhalisi çox şən, zarafatçıl, mehribandır. Hansı abidə Naxçıvanda yerləşir? Karvansaray Şəkidədir. Nizami Gəncəvinin məqbərəsi təbii ki, Gəncədədir. Natavanın evi Şuşadadır. Cavab B. Mömnə xatın türbəsi olacaq. Daha sonra Nurayın Alisaya münasibətini ifadə edən sözü seçin. Sədaqət, bəli. Nuray Alisaya qarşı sədaqətli oldu. Baba başqa oyuncaq alınmasını təklif eləsələr də onu qəbul eləmədi. Həsəd deyil, acıq deyil, biganəlik deyil. Nuraya məktubları əslində kim yazırdı? Təbii ki, Nuraya məktubları Kamil baba yazırdı. Bəli, Kamil baba yazırdı ki, Nuray həm pis olmasın, həm də şəhərlər haqqında, gözəl şəhərlərimiz haqqında məlumat almış olsun. Kamil baba haqqında deyilən fikirlərdən hansı yanlışdır? Bəli, indi yanlışı axtaraq. Nəvəsi kədərlənməsin deyə əlindən gələni edir. Doğru fikirdir. Nurayın şıltaqlığı onu əsəbləşdirir. Bax, bu yanlışdır. Nəvəsinin yeni gəlinci almaq istəyir. Bəli, mətnin əvvəlində. Müdrik olmaqla yanaşı həm də həssasdır. Bu da doğrudur. Nurayın şıltaqlığı onu əsəbləşdirirdi. Yanlış. Cavabımız olur B. Mətnə əsasən düzgün fikri seçin. Nizaminin məqbərəsi Gəncənin mərkəzində yerləşir. Xeyr, mətndə də biz gördük ki, şəhərə çatmamış yolun sağındadır. Kamil baba itmiş gəlinciyi tapıb Nuraya gətirdi. Xeyr, yanlışdır. Cırıq düzü Şuşanın yuxarı hissəsində yerləşir.
Bəli, doğrudur. Çünki orada deyir ki, mən cıdır düzü üçün yuxarı qalxmalıyam. Alisanın marşrutunu izləmək üçün baba qlobus alır. Yanlışdır. Qlobus yox, xəritə alır. Mətndə seçilmiş aşağıdakı cümlə ilə müəllif nəyə işarə edir? Amma Nuray onu gözlərindən tanıdı. Deməli, yeni gəlincik alıb gətirir baba, daha böyük formada. Nuray da elə bilir ki, bu Alisanın böyümüş formasıdır. Alisanın üzündə xoş bir təbəssüm var idi. Yox. Müəllif buna işarə vermir. Baba elə gəlincik tapmışdı, gözləri Alisaya oxşasın. Bu doğru fikirdir. Bütün gəlinciklərin gözləri eyni olur. Səhvdir. Nuray gəlinciyin necə göründüyünü artıq unutmuşdu. Bu da yanlışdır. Hansı fikir hekayənin əsas ideyası ola bilər? Babanın aldığı hədiyyəni itirmək olmaz. Hekayənin əsas ideyası deyil. Müəllifin bizə vermək istədiyi əsas fikir deyil. Böyüklər uşaqların istəklərini yerinə yetirməlidir. Bu uşağın hər istədiyi yerinə yetirilməli deyil. Bu yanlış fikirdir ümumiyyətlə. Balaca uşaqlar belə nağıllara inanmırlar. Bu da yanlış fikirdir. Qayğı ilə yanaşma kədəri sevincə çevirə bilir. Bəli, doğrudur. Baba orada nəvəsinə qarşı qayğı ilə yanaşdı. Onun o kədərini sevincə çevirdi. Nə üçün baba məktubu oxuyanda Nuraydan icazə aldı? Bax, burada fərdi yanaşma tələb olunur. Mətndə böyük ehtimal bunun cavabını tapmaq biraz çətin olacaq. Baba, deməli, güya ki, Alisa Nuraya məktub yazıb. Baba məktubu gətirib Nuraya verir ki, Alisa sən məktub yazıb. Nuray da məktubu oxuya bilmir. Ona görə baba deyir ki, icazə ver, mən oxuyum. Yəni, icazə nə üçün alır? Onun üçün alır ki, başqasının məktubunu oxuyanda mütləq icazə almaq lazımdır. Bu mədəniyyətdir. Heç kim başqasının məktubunu birbaşa açıb oxumamalıdır, onun icazəsi olmadan. Ona görə cavabımız belə olmalıdır ki, başqasının məktubunu oxumaq üçün ondan icazə almaq lazımdır. İcazə almadan kimsə məktubunu oxumaq olmaz. Yəni, 30-cu sual da belə. Ümid edirik ki, 6-cı sinif imtahanında da çox çətin suallar düşməz. Hər kəsə imtahanda uğur arzu edirəm.